Hər vaxtınız xeyir. Bugün sizlərlə birlikdə deməli polimerlərdən bir neçə sualın izahına baxacağıq. Deməli sellozanın bir molekulunda 18000 hidroksid qrupu varsa, deməli selloza C6H10O5-dir. Biz bunu quruluş forması olaraq, yəni hidroksid qrupu olması üçün C6H7 deməli OH 3 dənə əmələ gətiririk. Baxın, həqiqətən 7 hidrogen burada, 3 hidrogen burada 10. Sonra deməli C6H7 O2 yazmalıydım. Bir de OH3 bu formada yazmalıyım ki 5 tane de oksigen atomu olsun. İkisi burada, üçü de burada 5 tane. İndi deyir ki 18000 hidroksid qrupu varsa, yəni OH-ın sayı 18000-dirsə, deməli bunun polimerləşmə dərəcəsi, bu arada bunu n sayda yazırıq da biz həmişə. Çünki polimer daxı 18000-dirsə, yəni belə deyim də 3 dənə hidroksid var normalda. Bu da 3n-ə vurulur. Olur 3n. 3n bərabərdir 18000'ə. Yəni buradan da n də bərabərdir. N də bərabərdir. Deməli 6000'ə. Yəni polimerləşmə dərəcəsi 6000'dir. İndi bizə deyir ki, polimerləşmə dərəcəsi neçədir? Yazırıq 6000. Sonra ikinci triasetil selloza. Baxın, ümumiyyətlə triasetil selloza olsun, trinitroselloza olsun. Yəni sellozanın formulu belədir də. Dedik C6H7O2 OH 3 dənə. İndi burada deməli trinitrosellozadır. Hə, nitroselloza deyirsə, yəni OH-ın yerinə NO2 qoyuruq sadəcə. Yəni olur C6H7O2. İndi nitro qrupu, yəni o NO2 qrupunu qoyuram sadəcə. NO2 3 dəfə. Yəni OH 3 dənə idi. Sadəcə nitro ilə əvəz edirik, olur nitroselloza. Asetil ilə əvəz edirsək asetil selloza olacaq. İndi deyir ki 12000 dənədir. Yəni 3n, yəni bu n sayda daxı, polimerdə daxı, ona görə n-ə vurmalıyam. Deməli 3 vurulsun n, çünki 3 dənə NO2 var, bərabərdir 12000'ə. Buradan n də bərabərdir 4000'ə. N 4000'dir. İndi deyir bu maddənin polimerləşmə dərəcəsi neçədir? 4000. Triasetil selloza deyir indi də. Deməli yenə adi qayda ilə C6H7O2. İndi 3 dənə OH qrupu yox idi. Yəni OH 3 dənə deyildi. İndi bu OH 3 dənəni mən nə ilə əvəz edəcəm? Asetillə. Yəni OCH3 bu formada. Demək CH3 CH3 də var. Bunu bu formada. Hə. Yəni CH3 COO ilə də əvəz edirik də. İndi bu hardan əmələ gəlir? OCO CH3 uşaqlar. Yəni C6H7 baxın C6H7O2 OH 3 dənə deyildi. Yəni bunun bu OH-la spirt turşudakı hidrogen reaksiya girir və su çıxardır. Yəni burada C6H7O2 OH 3 dənə deyildi. Üzərinə gəlirəm turşunu CH3COOH-ı. Yəni bu hidrogenlə bu OH birləşib su əmələ gətirir deyə. CH3COO gəlir OH-ın yerinə. Bax burada da əmələ gəlmişəm. Görürsən CH3COO. Yəni bu iki qat indi oksigenlərin valentliyi falan düzgün olsun deyə ortaya atmışam. Yəni əsas odur ki, eyni şeydir. Yəni asetil selloza deyəndə, triasetil selloza deyəndə, yəni CH3COO-dan söhbət gedir. İndi bax yenə 3 vurulsun, 3 dənə olur da asetil selloza qrupu. Bir molekulunda 15000 deyə sirkə turşusu qalır. Bu sirkə turşusu qalır da 15000 dənədir. Yəni 3 vurulsun n sayda mütləq yazmalıyam çünki polimerdir, bərabərdir 15000'ə. Buradan n də bərabərdir 5000'ə. Aha, n-i 5000 tapdım. İndi deyir ki, polimerləşmə dərəcəsi nə qədərdir? Elə 5000. Heyvan mənşəlidir. Deməli pambıqdır, bitkidir, kətandır, bitkidir, lafsan, bir də kapron. Bunlar ümumiyyətlə biri var təbii mənşəli. Yəni təbii mənşəli deyəndə təbiilər ya da bitki və heyvanı nəzərdə tuturuq da polimerlərdən. Bir də var süni və sintetik, yəni kimyəvi mənşəli olsun da, süni və sintetik. Yəni süni deyəndə biz lafsanla, asetatla viskozi ipəyi nəzərdə tuturuq süni. Sintetik deyəndə digərləri. Nə bilim lafsan, kapron, enant və s. nə olsun. Amma heyvan mənşəli proqramı yundur da burada. Məsələn bitki mənşəlidir.
deməli pambıq. Bax bu formada. Kaprondur, enantdır. Bax bunlar hamısı lafsandır. Bunlar hamısı sintetikdir. Yəni kimyəvi yolla alınır. Yun heyvan mənşəlidir. Təbii ipəkdəki şeydir o da asetat viskoz ipəyidir. O da sünidir. Təbii görüb götürməyək. Yəni bu bitki mənşəli deyil. Polimerlər ümumiyyətlə təbii olur, təbiilər bitki heyvan olur. Bir də kimyəvi. Kimyəvi də süni sintetikdir də. Süni dedikdə asetat viskoz ipəyi nəzərdə tutulur. Asetat viskoz. Sintetik deyəndə isə digər nə olsun, həm polietilen, polipropilen, lafsan, naylon, enant, kapron və s. Sonra İqtisadi qiymətli maddə kaprondur. Deməli, kapron olması üçün biz demişdik ki, CH2 5 dənə olmalıdır, COH. Enant olması üçün CH2 6 dənə olmalıdır, COH. Bax bu formada. Yəni kapron turşusu budur, enant turşusu budur. Və bunlardan kapron lifi və enant əmələ gəlir də. Yəni indi burada bir dənə də amin qrupu var da, NH2 qrupu var. NH2. Kapron deyəndə bunun hidrogeni ilə bunun OH götürüb su çıxardır. Enant da deyəndə yenə bunun hidrogeni ilə bunun OH gedir su çıxardır. Əsas odur ki, kapronda CH2 qrupu 5 dənədir. Enantda isə 6 dənədir. %26-cı sualda deməli baxın, deməli CH2 bu kalium permanganat və su ilə oksidləşməsi nəticəsində əmələ gələcək etilen glikol. Ümumiyyətlə alkenlərdən demişdik ki, deməli etilen glikol əmələ gəlir də. Yəni CH2OH və CH2OH. Bu etilen glikol əmələ gəlir. Sonra etilen glikolun da tereftalla reaksiyasından. İndi bax etilen glikolla tereftalı reaksiya aparanda, yəni CH2OH, CH2OH. Bu etilen glikol, bir də tereftal. Tereftal turşusudakı budur da. Baxın bu formada benzol qrupu və COH, HOOC. Bu reaksiya nəticəsində nə əmələ gələcək? Deməli, lafsan əmələ gələcək. Hansı ki, deməli bunun hidrogeni ilə bunun OH-ı birləşəcək. CH2 oksigen, bax bu formada da CH2 oksigen. Sonra bunun CH2 yenə oksigen və bunun OH-ı gəlib bunun hidrogeni götürəcək. Bunun da OH-ı gəlib bunun hidrogeni götürəcək deyə. Ona görə 2 dənə də bax burada C oksigen, sonra tereftal belə yazıram hələ ki, benzol nümunəsi. Bir də yenə C oksigen. Bax bu oldu artıq lafsan lifi. Etilen glikol ilə tereftalın reaksiyasından. Etilen glikol ilə tereftalın reaksiyasından, yəni bu aldıq lafsan lifi. Yəni CH2OH, hidrogenlə bunun OH-ı birləşəcək su, yenə bunun hidrogenlə OH-ı birləşəcək su və yerində nə qalırsa CH2O, benzol və hər iki tərəfində CO. Bu olacaq deməli lafsan. İndi bunun birləşməsindən nə əmələ gələcək? Lafsan lifi. Bax paraksilol. İndi paraksilol deyirsə, deməli bu formada da para deyəndə CH3, deməli bu olanda CH3 burada olanda nə deyirdik? Orta deyirdik. CH3 burada deyəndə olanda olurdu meta. İndi isə para soruşur deyə bizdə də para olur burada. Bu formada. İndi bunun oksidləşməsindən, yəni oksidləşir, kalium permanganat ilə oksidləşir. Bu oksidləşəndə deməli bunu silək. Paraksilol deyəndə burada bir dənə CH3 idi. Sonra burada bir dənə CH3 idi. Deməli bu oksidləşəndə karbonlar olur COH, düzdür? COH. Bax bu formada. Artıq tereftal turşusu əmələ gəldi. Yəni karbon olan hissələr oksidləşir olur tereftaldır. Sonra deyir bu etilen glikol ilə reaksiya. Sualda deyir etilen glikol ilə reaksiya. İndi bunu bu formada yazıram çünki bizə lafsanın alınmasında əsasən bu reaksiyada. Nə fərqi var? Sadəcə benzolu elə bil ki yıxıtdım bu tərəfə. HOOC. İndi bunun etilen glikol ilə reaksiyasından CH2OH, CH2OH. Və adi qaydada yenə etilen glikol tereftal nə alınır? Lafsan əmələ gəlir. Yəni bunun hidrogeni, bunun OH-ı, bunun OH-ı, bunun hidrogeni. Alınır C
oksigen, yəni C oksigen, sonra tereftal, daha doğrusu yəni benzol da. Sonra yenə C oksigen və yerdə nə qaldı? CH2 bu oksigen, sonra bu oksigen, bir dənə də CH2. Bu format. Bu da olur lafsan. Hansı birləşmənin tərkibində azot elementi yoxdur? Deməli, pikrin turşusu. Deməli, pikrin turşusunda yəni bu formada da pikrin turşusu NO2, NO2, bir də NO2. Elə bir fenol qrupunun 2, 4, 6 vəziyyətində, daha doğrusu fenolun 2, 4, 6 vəziyyətində birləşməsidir NO2 ilə. İkinci, görürsünüz, bax, bu birincidir, bu ikincidir, bu üçüncüdür, bu dördüncüdür, bu beşincidir, bu da altıncıdır. İndi 2 və ikinci, 2, 4, bir də altıncı vəziyyətində NO2 birləşib. İndi deyir azot elementi yoxdur, bir də var. Vinil benzol. Deməli, vinil benzol, yəni adi qayda ilə benzoldur bu. Vinildəki CH, 2 qat CH2-də. Vinil qrupu budur, benzol da budur. Burada azot yoxdur. Deməli, bizdən də olmayanı soruşur. Sonra karbol turşusu. Karbol dediyimiz fenoldur da. Dəqiqə. Fenol yox, üzrsən. Yəni benzol turşusu da elə bilin ki, bax bu formada. Deməli, bunda da deməli yoxdur. Və kapron. Kapronda da enantda da, həm kapronda, həm enantda olmalıdır. Niyə? Çünki kapronda CH2, 5, COH, NH2-dir. NH2-dir. Bu da polimerləşəndə kaprondur bu, düzdür? Polimerləşəndə necə olacaq? Bunun hidrogenin biri girəcək, bunun OH-ından su çıxardacaq. Olacaq NH, CH2, 5 dəfə, CO. Bax bu formada. Inside. Və bu olacaq deməli kapron. Yəni sadəcə kapron turşusu götürürlər. Kapron turşusunun öz arasında molekul daxili polikondensləşməsində hidrogen öz daxilində olan hidrogen ilə OH birləşir. Vəsiyo, qalanları yazsın bu formada. Deməli kapronda da var azot, görürsünüz var. Ona görə 2, 3 də yoxdur. Yəni cavab olur B variantı. Hansı reaksiya alınan maddə tereftal turşusular? Deməli, tereftal turşusuna lafsan əmələ gətirirsin. Artıq biz bildik lafsan alınması. Yəni tereftal turşusu ilə lafsan nə əmələ gətirir? Etilen glikol, CH2, CH2, OH. Yəni artıq bildik ki, bu etilen glikoldur və tereftal turşusu, yəni COH, COH. Bunlar polikondensləşib lafsan əmələ gətirir. Artıq mən reaksiyona başa saldım. Etilen glikol da hardan əmələ gələr? Etilen glikol da bax, daha Y bəndini görürəm. Y bəndində xlorlar burada natrium hidroksini suda məhlul. Ümumiyyətlə etan çıxarmayın. Natrium hidroksini suda məhlulundan spirt əmələ gələr. Spirtdə məhlulundan alken əmələ gələr. Ona görə deməli burada suda məhlulundan spirt əmələ gəldiyi üçün yəni xlorlar əvəz olunacaq CH2OH, CH2OH. Ona görə Y variantı olacaq. Hansı birləşməyə alınan maddə etilen glikolun indi deyək ki, polikondensləşməsindən maddə ilə etilen glikolun. Hə, indi etilen glikoldur. Etilen glikol CH2OH, CH2OH. İndi deyək ki, bundan hansı maddə lafzana əmələ gətirir? Tereftal. Tereftal olması üçün nə demişdik? Benzolun iki tərəfində CH3 olmalıdır. Özü də para vəziyyətində olmalıdır. Çünki buranla bura CH3'lər olacaq. Bax bu formada. COH, COOH. Ona görə cavab olacaq B bəndi. Hansı reaksiyalardan maddə polikondensləşməsindən lafzan əmələ gəlir? Sil bunu. Çünki deməli biz demişdik ki, lafzanın əmələ gəlməsi üçün bir olmalıdır tereftal. Bir də olmalıdır etilen glikol. Tereftal da bundan əmələ gələcək. CH3'lər olacaq COH. Bu formada. Ona görə 3'ü götürəcəm. Bir də etilen glikol. Etilen glikol da C2H4'ün su ilə reaksiyasından demək yox, C2H4 yox. C2H4'ün su ilə reaksiyasından C2H5OH əmələ gələr də. C2H5OH əmələ gələr. Etilen oksidin su ilə reaksiyasından. Etilen oksidin su ilə reaksiyasından alınacaq etilen glikol. Yəni CH2OH, CH2OH.
Bu formada. Ona göre 1-3 yani 1-3 C variantı. Otuz doqquzuncu suala baxaq. Deməli, deyir ki, lafsan oksigen atomlarının sayı. Lafsanda necə idi dedik? Deməli, dedik ki, lafsanda CH2OH və CH2OH. Etilenglikol ilə tereftal turşusunun COH-ın qarşılıqlı təsirindən. İndi bunların qarşılıqlı təsirindən mən alıram lafsanı. Yəni, deməli, birinci tereftalı yazaq da qoy. C oksigen, sonra benzil qrupu, yəni CH6H4 qısa formada yazdım. Sonra C oksigen. Sonra da etilenglikol. O CH2 oksigen. Düzdür? İndi deyək ki, bunun oksigen atomlarının sayı nə qədərdir? Deməli, 1, 2, 3, 4 dənə oksigen atom var. İndi deyək ki, bunun da 4 dənə oksigen atomu olmalıdır. A-dır. Polimerləşmə dərəcəsi isə N4N-dir. Yəni oksigen atomlarının sayı 4'dür, bu da 4'dür. Polimerləşmə dərəcəsi bax, indi el olmalıdır ki. Yəni belə deyim də, X maddəmizdə bir dənə oksigen atomu olmalıdır. Niyə bir dənə oksigen atomu olmalıdır sizcə? Çünki polimerləşməsi dərəcəsi 4'də axı 4'ə vurmaqla biz 4 dənə elə bir X maddəsinə nə qədər oksigen atomu olmalıdır dedik? 4 dənə. İndi bunun polimerləşmə dərəcəsi 4N-dir. Demək bunun oksigen atomu 1 ədəd olmalıdır. 1 ədəd olsa 4 dənə də N-ə vuracaq axı, 4N olacaq. Bax indi yazıram. Ben artıq silirəm. Kapron. Dedik kapron. CH2 5 dənə bunu COH bir də NH2'dir. Ya bunun polimerləşməsindən alınacaq NH CH2 5 dənə COH. Bax, bir dənə oksigen atomu var. Fikir verirsiniz. Deməli, kapronu götürərəm. Təkrar edirəm. Niyə bir dənə götürdüm? Çünki bir ədəddir. Bunun polimerləşmə dərəcəsindən 4 dəfə çoxdur. Normalda tutam ki, lafsanın polimerləşmə dərəcəsi 1'dir. Polimerləşmə dərəcəsi lafsanda 1'dirsə, onda X maddəmizin polimerləşmə dərəcəsi 4 vurulsun 1, yəni 4'dür. Onda belə çıxır ki, bundan 4 ədəd olmalıdır. İndi birində bir dənə oksigen varsa, 4'ündə 4 dənə oksigen atom olacaq və bizdən də elə bunu soruşur. Yəni 4'ündə olan oksigen atom, fikir verin, 4'ündə olan oksigen atomu bunun birindəkinə bərabərdir. Bir də enantı götürəcəm. Niyə? Çünki enant da eyni şeydir. Kapron, enant nə fərqi var? Bunlar hər biri deməli normal amin turşulardan əmələ gəlir də. Enantda neçə dənə CH2 qrupu var idi? 6 dənə CH2, 6 dənə COH, NH2. İndi bunun polikondensləşməsindən, bunun hidrogenindən bunun OH-ı gedir də reaksiyaya. Alınır NH, CH2, 6 dənə C oksigen. Bax bu formada yenə N-sədə yazırıq. Fikir verin, yenə neçə oksigen atomu oldu? 1 ədəd oksigen atomu oldu. Amma bizdə bu N neçə götürmüşdük? N-i götürmüşdük 4. Yəni çünki 4 dəfə çox idi axı. Birin 1 götürdüm, tutalım, birin 4. 4 dəfə çox oldu deyə, deməli 4 də bunun polimerləşmə dərəcəsi oldu 4. 4 də 1'ə vurur axı, bir dənə oksigen atomu var. Olur 4 oksigen atomu. Ona görə kapron və enant olacaq cavabımız. Məsələn, selloza niyə götürmədim? Çünki sellozada C6H7, O2, OH 3 dənə hidroksil qrupu var. Yəni bunun sellozada 3 dənə hidroksil qrupu varsa, OH 3 dənə. Ən azı burada elə 3 oksigen buradadır, düzdür? Hələ mən sellozanın formunu tam yazsam, bax, C6H7, O2, OH 3 dənə. Oksigen atomu ikisi burada, 3'ü burada, 5 dənədir. İndi polimerləşmə dərəcəsi də 4'də axı 4 dəfə çox idi ondan. Oldu 20. 20 dənə oksigen atom bunda oldu. Amma bunda bayaqlar onsuz demişdik ki 4 dənə oksigen atom var. Ona görə bu doğru deyil.
Sonra. Bir de neylon alınmasını da deyim da gəlmişkən. Neylon. Neylon isə artıq lafzan dedik. Bir də neylon, deməli neylon lifi CH2 6 dəfə NH2 deməli NH2 və adipin turşusu. Bunu belə yazmayayım deməli. Üzerine gəldim adipin. Adipin turşusu da CH2 4 dənə COH HOOC. Adipin turşusu budur. Adipin turşusu budur. 4 dənə CH2 qrupu var. Bir də heksametilin, heksatda 6 nə deməkdir? Heksa, mono, di, tri, tetra, penta, heksa. 6 heksa. Heksametilin diamin. Heksametilin diaminlə deməli adipin turşusu reaksiya daxil olur. Adi qaydada yenə NH2-lər hidrogenə əvəz olunur. Yəni hidrogenləri çıxır. Deməli olur NH, sonra CH2 6 dənə, sonra yenə NH. Çünki bunun hidrogeni çıxardırıq. Davam eləyəndə indi bunun OH çıxıb bunun hidrogenlə reaksiya getdi deyə C oksigen, sonra CH2 4 dənə, sonra yenə bunun OH-ı çıxdı deyə su əmələ gətirdi deyə C oksigen. Bu oldu neylon lifi. İndi neylon lifinə baxın görün nə qədər oksigen atomu var. Neylonda bir oksigen burada, bir oksigen burada, 2 dənə oksigen oldu. 2 oksigen oldu, amma bizdə deməli neylon götürsək əgər oksigen atomların sayı 2 dənədir. Polimerləşmə dərəcəsində 4 dəfə götürmüşdük ondan çox. Buna 1 dedim, tutalım. Buna da 4 dedim. 4'ü də vuracağım 2-yə. Çünki birində 2 dənə oksigen atomu var. Eləyir 8 dənə oksigen atomu. Bunda eləyir 8 oksigen atomu. Amma bayaq dedik ki, A-nı isə tapmışdıq biz A-nı. Lafzanda nə qədər oksigen atomu var idi? 4 dənə. Lafzanda 4 idi. Yəni lafzanla bu X-in oksigen atomu sayı eyni olmalıydı. Amma eyni olmadı. Neylon maddəsi olması üçün deməli nə edirdik? Əla. Neylon olması üçün dedim necə olmalıdır? 6 dənə NH2-li olan 6 dənə olmalıdır. CH2 6 dənə olmalıdır. NH2 NH2. Bir də adipin turşusu. Bu da 4 4. Çünki adipin turşusu CH2 4 dənə idi axı. COH HOC. Bir də heksametilin. Bax heksametilin. NH2 NH2. Ona görə 6 və 4 eləyir 10. Neylon olması üçün deyir Y-lə X-i tapın fərqin. Deməli yenə eyni sualdır. Burada 4'dür. Burada da NH2 olması üçün 6'dan olaydı. 6'dan da 4'ü çıxırıq. Eləyir nə qədər? 2. Deməli. Deməli CH4 550-600 dərəcədə fərqli parçalananda nə alınırdı? CH4  1000 dərəcədə parçalananda karbon hidrogen əmələ gətirir. Deməli 1000 dərəcə. 1000 dərəcədə əmələ gətirir karbon plus hidrogen. Deməli sonra 1500 dərəcədə parçalananda 1500'də alınır C2H2 plus hidrogen. Bir də 550 600 dərəcə Celsiusdə parçalananda alınır C2H4. Düzdür? Deməli indi baxın, deməli C2H4 plus hidrogen alınmasıdır. Onsuz hidrogen yazacağım. 1000 dərəcədə C plus hidrogen, 1500'də C2H2 plus hidrogen, 550-600'də C2H4 plus hidrogen. İndi 550-600 dərəcədə C2H4 əmələ gətirdi. C2H4. Sonra C2H4'ün də oksidləşməsindən artıq nə alınır? Bunu artıq bilirik ki, C2H4 oksidləşdi. Əmələ gətirdi. Gliserin də üzr istəyirəm, etilin glikol. Yəni CH2OH, CH2OH. Sonra CH2OH, CH2OH-ın da deməli nə ilə reaksiyasından treftal turşusu ilə reaksiyası var. Bax, deyir sonra Y-in treftalla reaksiyası.
Y-in tərəfdə alınan reaksiyasından nə əmələ gələcək? Deməli, lafsan. Artıq bu reaksiyanı mən dedim. Lafsan. Şimdi bu reaksiyanı yazım. Deməli, CH2OH CH2OH üzərinə HOOC C6H4COH deməli alınır CH2 oksigen. Daha doğrusu buradan bu formada yazdım ki hidrogenler düzəlsin. 4'e çatdırmalıyam değil mi hidrojeni? Biri var, ikisi var, üçü var. Hatta buradan mən bunu fikir vermirəm. Deməli, yox, 2 qat olmayacaq ki, onun sadə qaydanı. Çünki burada 2 qat rabitə yox idi deyə. Yəni bu formada da bax CH2 oksigen, sonra CH2 oksigen. Bax bu formada. Ha, bir də indi bunun OH-larını çıxarmalıyam. Alınacaq C oksigen, C6H4, bir də C oksigen. Bax bu formada. İndi bizdən nəyi soruşur? Deyir ki, poliamid lifidir. Poliamid yox, poliefirdir. Bax, CO qrupları var. Poliefirdir. Poliamid olması üçün C oksigen N qrup olmalıdır ki, poliamid olsun. Yəni azot qrupu olmalıdır. Ona görə poliefirdir, poliamid deyil. Əsas zənciri eyni atomlardan ibarətdir. Yox, CH2 də var, oksigen də var. Yəni eyni atomlardan ibarət deyil. Sonra polikondensləşmə reaksiya nəticəsində alınır. Bəli. Niyə? Çünki görürsüz, polikondensləşmə nə idi ümumilikdə? Polikondensləşmə o idi ki, bunun məsələn hidrogenin çıxardırsan, bunu OH ilə birləşdirsən, su əmələ gətirirsən. Yəni kiçik molekullu birləşmələr əmələ gəlir də polikondensləşmədə. Burada da görürsüz, su əmələ gəldi. Ona görə bu polikondensləşmə reaksiyasıdır. Sonra deyir ki, quruluş manqasında, yəni quruluş halqasında 2 karbon atomu sp3 birləşmə vəziyyətindədir. Deməli, bəli, 2 dənədir. Niyə? Niyə 2 dənədir? Deməli, bax, tək qat rabitəsi sp3'dür. Biri bu. Tək qat rabitəsi sp3'dür. Biri də bu 2 dənə. Burada 2 qat rabitə var. Burada 2 qat rabitə varsa sp2'dir. Burada da 2 qat rabitə varsa yenə sp2'dir. Bunu da sildim. Burada da C6H4'dür də. C6H4'də benzoldur da. Bu formada. Yəni benzoldur ki, sadəcə bunu götürürəm C oksigenin birini bu tərəfə yazmışam, birini də bu tərəfə yazmışam. Burada da bunun hamısı sp2 birləşmə vəziyyətindədir. Yəni biz benzolu tam şəkildə yazsaq, belə deyim də, yəni benzol deyəndə üzr istəyirəm, tərəfdalı da bu formada yazıram. Sonra neylədim? Bunun elə bilən ki, bir tərəfinə C oksigen atmışdım. Baxın burada şəkimi. Görürsünüz? Sonra birini də bura. Sonra birini də tutalım ki, bıraktım. İndi baxsaq, yəni bunlar hamısı sp2'dir. Niyə? Çünki buradakı karbonlara baxsaq, hər biri sp2'dir əslində. 2 qat rabitə, sonra yenə deməli bu sp2'dir, düzdür? Sonra bu da sp2'dir, çünki 2 qat rabitəyə birləşib. Sonra bu da 2 qat rabitəyə birləşib sp2, bu da 2 qat rabitəyə birləşib, bu da 2 qat rabitəyə birləşib. Baxın, sp2 bu da. Hamısı sp2'dir. Ona görə bizdə deyək ki, 2 dənə sp3 var. Bəli, baxın, biri burada, biri də burada. Ona görə cavab olur 1 də 4. Yəni 3 və 4. Sellozanın var, formulunu yazıram. C6H7O2OH 3 dənə. Deyir ki, hidroksil qrupların sayı bu n saydadır. Yenə bura n sayda mütləq yazmalıyıq. Çünki nişastadır, sellulozadır, bunlar polimerdir. Yəni hidroksil qrupu 3n-dir də. 3n bərabər neçəyə indidir? 12 minə, 12 minə. N neçəyə bərabərdir? 4 minə. İndi bizə deyir polimerləşmə dərəcəsini tap, deməli 4 mindir. 43-cü sualda yazaq. 43-cü sualda nə deyir? Deyir ki, deməli selluloza hidroksil qruplarının sayı 9000-dir. Yazıram yenə artıq 3 dənə hidroksil qrupu yoxdur. 3n bərabərdir 9000. Deməli n də bərabərdir 3000-dir. Yəni polimerləşmə dərəcəsi 3000-dir. Yəni belə çıxır ki, selluloza 3000 ədəddir. Yəni artıq polimerləşmə dərəcəsi 3000. Yazıram n 3000-dir. Sonra quruluş vahidini də verib, MQ-ni də verib 162. İndi deyir orta nisbi molekul kütləsini tap. Orta molekul kütləsi nəyə bərabərdir? M bərabərdir 100. Yəni M niyə bərabərdir? M bərabərdir n vurulsun MQ-yə.
Polimerləşmə dərəcəsini vururam quruluş faizinin kütləsinə. Polimerləşmə dərəcəsi 3000-dir. 3000 vururam 162-yə. Bu da neçə eləyəcək? 3 2 6 6 3 18 87 3 3 486 yanında neçə 0 3 dənə 0 1 2 3 dənə 486 min. Bu sualın da cavabı belə.